44 günlük vətən müharibəsində əbədiyyətə qovuşan şəhid Kamran Hacıyevin timsalında bütün şəhidlərimizə həsr edirəm. Vətən sağ olsun. Vətənin dar günündə dadına yetişdilər. Ya Qarabağ ya ölüm deyib yola düşdülər. Qəlbində qisas odu, hamı zəfər həvəsdə, yollanırdı igidlər cəbhəyə dəstə-dəstə. Allahu Əkbər səsi yüksəlirdi göylərə, bu səs lərzə salırdı dalğa-dalğa hər yerə. Həsrətdən inləyənlər, gözü yolda qalanlar, gözləyirdi gələlər səmavi qəhrəmanlar. Budur, məqam yetişdi, budur yenilməz ordu, qarış-qarış qurtardı yad əldən doğma yurdu. Qərq edirdi ordumuz düşməni öz qanında, şücaət göstərirdi cəsarət meydanında. Alınırdı qisası günahsız insanların, nahaq axan qanların, şəhid körpə canların. Elin mərd oğulları vəfa andın istilər, sədaqətlə vətən üçün canlarından keçdilər. Səmadan Qarabağa nurlu qollar açıldı. Qarabağdan səmaya nurlu yollar açıldı, yüksəlirdi göylərə şanlı igid canları, vətənə qurban gedən nurlu şəhid canları. Şəhid düşən canların məzarı nurla dolsun, onlar bir söz deyirdi, təki vətən sağ olsun. Ey ədalət ordusu, qeyrət mücəssəməsi, dilinizdən duyuldu şanlı zəfər müjdəsi. Qarabağa qəlb açan zaman sizinlə gəldi, Qur'an sizinlə gəldi, əzan sizinlə gəldi. Əlinizlə məscidlər qovuşdu abadlığa, matəmə qərq edilmiş ürəklər də şadlığa. Boynumuzda əbədi ödənməz haqqınız var, bu tarixi sevincə siz oldunuz səbəbkar. Şəhidlik lövhəsinə yazıldı şanlı adlar, bu adların içində Kamran Hacıyev də var. Vətən azadlığı idi onun arzu diləyi, quşa dönüb uçurdu Qarabağa ürəyi, könüllü atdı oda alova öz canını, ta ki yaxmasın həsrət can Azərbaycanını. Xatirinə gəldikcə keçmişin odlu ahı, zalimlara qəzəblə od saçırdı silahı. Yazdı şəhid adını yurda bağlı ürəyə, adı bu vətən kimi əmanət gələcəyə.